Bu hain alçaq Əliyevlə rejimin bizə qarşı etdiyi bu zulüm var ha. Zulüm artdıqca sizlər məcbur mübarizəyə qarşı olasınız. Ayılın, başa düşün, mən arxda axan su yox. O qarşımızdakı çör-çöpü yumağa çalışıram mən. Bəli, təkəm olsun, neynə, indi əlimdən gələn eləyərəm. Yəni, zulüm artdıqca sizdə nifrət də çoxalır. Siz də mübarizəyə qarşısınız, siz də dirəniş göstərməyə məcbur qalasınız, baş qaldırasınız. Siz baş qaldıranda belələri qarşınıza keçməsin, sizi oyuna gətirməsin. Meydana çıxanda qarşınıza iki yol qoymasınlar. Bir yolunuz olsun, haqq yolu, ədalət yolu. Amma meydana çıxırsan nədir iki yol? Qardaş, ya bunlara qoşulub, bunların cərgəsinə girib, ya bambılı, oğraş, peysər, qoşulub qabilə, nə bilim, hələ Orxan kimi peysərlərə, haqqı deyə yanında da batili yay, oğraşlıq elə. Ya bundan olmalısan, ya da ki bunlara qarşı çıxıb onların oyunlarını görəsən, səndə şərəf varsa, azcıq da olsa, ləyaqət varsa, bir ağlın varsa, bunu görəsən, vicdanın qəbul eləməyəcək. Bunlara qarşı çıxası olasın. Çıxasan, düşəsən mənim günümə. Allaha, deyə, hakimiyyət göndərilmiş, bunu. Gəldi, girdi içimizə, gördü bizi parçalaya bilmir, gördü bizə qarşı bir şey elə bilmir, çıxdı, getdi, hakimiyyətin adamıymış. Sizə bunu deyəcəklər. Mən bunları yaxşı tanıyıram, bu fahişədən əmələ gələnləri, bu cında qədələri yaxşı tanıyıram mən. Bunlar hamısı burada bir komandadır, qruplaşıblar. Başa düşürsünüz, qruplaşıblar bunlar. Rejimə qarşı yox, Rejimə qarşı yox, Əliyev rejiminə qarşı yox. Xalqın təşkilatlanmasının qarşısına keçmək üçün, sənin kimi diri oğulları meydana atılmaması üçün, sən baxırsan qıraqdan deyirsən, buna da belə. Bu Rafael Piriyevə qarşı bunu eləyirlərsə, mən çıxacam, bunların oyunlarını görürsən, sən izləyirsən, baxırsan bu oyun oynur, yalancıdır, fırıldaqdır, artistlik eləyir. Bunu görürsən. Mən də bunu buradan deyirəm bunlara, sən bunu görürsən. Baxsan belə deyirsən, meydana nə çıxıb ki? Çıxacam, bu aqibət gözləyir məni. Yəni, başa düşürsünüz, sizin mübarizənizin qarşısını alırlar. Sizin təşkilatlanmanızın qarşısını alan bu fahişədən əmələ gələnlərdir.